Buradan sözüm Səfər Eyvazovadır. Bunu belə də paylaşacağım geçsin. Sən bizim qazilərin haqqında çox fikir bildirmirsən ki, sən 2 nəfər, 3 nəfər qazi tanırsan. Səni qınamıram. Sən başınla dalın eynidir yəni. Dalın fikirləşdiyin yəqin ki, başın deyib. Azərbaycanda yəni elə olanlar var ki, Səfər Eyvazov, səndən belə alaqarıq olub 500 ildə, 300 ildə yaşasan, yəni sən o oğlanın, necə deyim, həmən kişilərin xidmətdə geyinib soyunduğu bir batinkası qədər əziyyət çəkə bilmərsən də. Yəni sənin timsalında da sözümü də demək istəyirəm. Yəni nə qədər səninlə eyni düşüncədə olan insanlar ki var ha. Yəni siz heç kimsiniz. Heç kimli olaraq qalacaqsınız. Satılıq, algılıq olan insanlar da göz qabağındadır. Gecə-gündüz sənsən TikTok platformasıdır, nədir, nə zibildir. Orada ondan bundan nəysə dilənən, xahiş eləyən.